Salam yoldaşlar, belə bir sınavımız var. Sınavımızın izahına baxmağa çalışaq. Birinci sual. Yazıb ki, hansı homonimlər müxtəlif nitq hissəsinə aiddir? Bu sualda cavabımız A variantı olacaq. Niyə A variantı? Qax və kürü sözləri bildiyimiz kimi homonim sözlərdir. Qax, bir var meyvə qurusu, isim mənasında, bir də başa qalxmaq mənasında feil kimi işlənir. Kürü, balığın kürü, isim mənasında, bir də yeri kürümək, təmizləmək mənasında isə feil, isim və feil kimi bunlar hər iki söz homonimli və müxtəlif nitq hissəsinə aid oldu. Ona görə birinci sualda cavabımız A variantıdır. İkinci sual, hansı cümlədə çoxaltma dərəcəsində olan sifət işlənmişdir? Çoxaltma dərəcəsində olan sifət deyirsə, B variantında yaxşı sifət yox, zərfdir. B variantında yaxşı, B variantında sifətimiz yoxdur. Yaxşı burada sifət yox, zərfdir. Niyə? Çünki özündən sonra feil gəlib. Yaxşı insan sifətdir. Yaxşı insan. Yəni özündən sonra isim gəlsəydi, olardı sifət. Amma burada özündən sonra feil gəldiyi üçün artıq sifət yox, zərf sayılmış olacaq. Daha sonra, sən çox tez gəlmirsən. Burada da sifətimiz yoxdur. Burada da tez nədir? Bizim zərfimizdir. Ona görə C variantında çıxmış oluruq. Sonra, qonaqlar tünd sayı çox xoşladılar. Burada isə tünd say birləşməsində çoxalma dərəcəsində olan sifət yoxdur. Tünd o zaman çoxaltma dərəcəsi əmələ gətirir ki, o sifəti artırılsın. Burada isə çay isimdir. Yəni tünd qırmızı olsa, həm də tünd sözü necə yazılır? Defisini yazılır da. Tünd qırmızı. Artıq burada çoxaltma dərəcəsidir. Niyə? Çünki tünd sözü qırmızı sifətinə artırıldı. Amma burada tünd söz çay sözünə artırıldığı üçün, çay da isim olduğu üçün artıq dərəcə yaratmış olmur. Burada yanlışdır. Dadlı xörəklər. Bu isə adi dərəcədə heç bir çoxaltma dərəcəsi yoxdur. Bəs cavab hansı olur? Cavabımız olur A variantı. Maraqlı bizim sifətimizdir. Olduqca qüvvətlendirici ədatında artıraq çoxaltma dərəcəsi yaranmış oldu. İkinci suala cavabımız A variantıdır. 3. Qeyri-müəyyən təsir çaldı olan isim hansı cümlədədir? Qeyri-müəyyən təsir çalı bizdən istəyirsə, gedib feilin, xəbərin yanında axtarmalıyıq. Burada feilin, xəbərin yanında olan variant bir dənə D variantındadır. Dağın yamacında laləni yığırdılar. Yığırdılar nəyi? Laləni. Bu qeyri-müəyyən təsir çalları müəyyən təsir çallara çevirə bilərik. Ümumiyyətlə bizdən qeyri-müəyyən təsir çal və yaxud da müəyyən təsir çal istədikdə feilin, xəbərin yanında axtarmağımız lazımdır. Gəldik 4-cü sual. Qeyri-müəyyən miqdar sayının işləndiyi cümləni müəyyən edin. Bizdən qeyri-müəyyən miqdar sayını istəyir. A variantında 8-cilər sözü sıra sayımızdır. Qeyri-müəyyən miqdar sayı deyil. Birisi bu suala cavab verməlidir. Birisi isə qeyri-müəyyən əvəzlidir. Qeyri-müəyyən miqdar sayı deyil. Dayananların çoxu dost sayıdır. Çox qeyri-müəyyən miqdar sayıdır. Cavabımız C variantıdır. 40 gün, 40 gecə, 40 isə müəyyən miqdardır. Qeyri-müəyyən yox. Xeyli danışdım. Yenə də burada xeylidən sonra isim gələrsə, xeyli insan olarsa, xeyli sözü olacaq say. Yox, xeyli danışdıqda xeyli sözü olur zərf. Yəni özündən sonra feil gəldiyə zərf olur, isim gəlsəydi say olacaqdı. Bu da cavabımız deyil. Gəldik 5-ci sual. İcbar növdə feilin işləndiyi nümunəni müəyyən edin. İcbar növ nədir? İşi başqasına görtürtmək. Sakitcə ayağa qalxıb ocağı söndürdü. Özü söndürür. Həyətdəki suları yuxarı qaldırdı. Özü qaldırdı. Taxılları ambara daşıtdı. Özü daşımadı. Başqasına daşıtdı. Artıq burada icbar növdür. Divardan asılmış rəsmi qopartdı. Aybala işığı yandır. Deməli burada qopartdı, yenə özü qopartdı. İşığı yandır, sən yandır. Amma taxılları ambara daşıtdı. Özü yox, başqa birisinə daşıtmış oldu. Gəldik 6-cı sual. İlə qoşmasının sinonimi işlənmiş, müəyyən edin. İlə qoşmasının sinonimi bu birgəlik vasitə bildirəndir. Orada da və ilə bir-birinin sinonimi təşkil etmiş olacaq. Biz sudan doyunca içdik, doyana qədər içdik desək də doyunca sözü yadınızda saxlayın, feili bağlamadır. Doyana qədər ki, işlədib özümüzü aldatmayaq ki, bu qoşmadır. Bu feili bağlamadır. Doyunca ifadəsi feili bağlamadır. Zərrə qədər qorxum yox idi. Əvəzliyin mənasına görə növlərini öyrəndik. Yol boyu ilə ağaclar əkilmişdi. Duz və çörək qonaq qarşılamada istifadə olunursa, duz ilə çörək, burada isə bu bağlayıcı işlənib. Burada ilə və cadı, yol boyunca, yol boyu ilə. Bunun sinonimi işlənən variant D variantımızdır. Daha sonra 7-ci sual. Kimi hansı cümlədə qoşma kimi işlənib? Sən kimi gözləyirsən? Burada sual əvəzlidir. Qoca bu hadisəyə uşaq kimi sevindi. Uşaq kimi, uşaq qədər, uşaq dək sevindi. Burada qoşmadır.
B variantı cavabımızdır. Kimi uzaqdan gələn qonaqların atını tutur, kimi burada qeyri-müəyyən əvəzlidir kimi. Nərgiz xala kimi buyursa da əlini narahat etməzdi. Kimi buyursa da əlini narahat etməzdi. Yenə burada da əvəzlik mənasındadır. Kimi yazır, kimi şəkil çəkir, yenə qeyri-müəyyən əvəzlidir. Bizdən qoşma hissəsindən bəndi istəyir, o da B variantındadır. 8. Qoşma işlənmiş cümləni. Əvvəl düşün, sonra danış. Əvvəl sonra çıxışlıqdan sonra gəlibsə qoşma olur. Amma burada çıxışlıqdan sonra gəlməyib və suala cavab verir. Artıq biz bilirik ki, suala cavab verirsə bu əsas diksiyası. Çünki köməkçi diksiyaya suala cavab vermir. Bir də qoşma işlənməyib. Nədir bəs buradakı əvvəl sonra? Əvvəl sonra burada zərfdir. Səhərə dək yaxşı yata. Səhərə kimi yaxşı yata bilmədim. Burada dək qoşmadır. Başqa sözlər söyləmən yer deyil. Başqa söz burada sifətdir. Bundan başqa nə deyə bilərsən? Burada çıxışlıq haldan sonra gəlib qoşmamızdır. İndi isə başqa cür danışıq. Burada da qoşma yoxdur. Cavabımız 2 və 4 D variantı bizim cavabımızdır. 9-cu sual. Hansı nümunədə ca qoşmadır? Məncə yaxşı istirahət üçün hər rayonun öz üstünlüyü var. Buradakı modal sözdür. Əyləncədə ca leksik şəkilçidir. Yaxşıca dincəldik. Buradakı ca ədatdır. Sənə heç kim məncə heyran olmasa, mən qədər heyran olmasa. Cacını qədərlə əvəz edə biliriksə, qoşmadır. Burada da cavabımız D variantıdır. 10. 10-cu sualda yenə 8-ci sualına indi 2 və 4 olmalıdır. Bu da hansı variantda var? C variantında.